Salam, DİM 2025 versiyasından statika mövzusuna baxırıq. Birinci sualda. Baxın, bu tip suallarda bizdən deməli tarazlığın 3 formada verə bilərlər. Dayanıqlı tarazlıq, fərqsiz tarazlıq və dayanıqsız tarazlıq. İndi gəlin bunları bir-birindən ayıraq. Dayanıqlı tarazlıqda cisim minimum potensial enerjiyə malik olur. Məsələn, A variantı dayanıqlı tarazlıqdır. Bunu bu vəziyyətdən çıxarmaq üçün bizə əlavə potensial enerji lazımdır. Bizə əlavə enerji lazımdır. Baxın, məsələn, bunu buradan gətirib yerini dəyişsək, o yenə əvvəlki vəziyyətinə qayıdacaq. Ona görə ona deyirik dayanıqlı tarazlıq. Sonra gəlir fərqsiz tarazlıq. Fərqsiz tarazlıqda cismin yerini dəyişsək də, onun onsuz da potensial enerjisi minimum olur və yerini hara dəyişsək də elə də qalır. Məsələn, Y variantında bu cismin yerini dəyişsək, orada da qalır. Gördünüz, həm də potensial enerjisi minimum səviyyədədir. Sonra gəlir dayanıqsız tarazlıq. Dayanıqsız tarazlıqda cismin potensial enerjisi minimum səviyyədən yuxarı olur. Yəni minimum səviyyədə olmur. Məsələn, deyək ki, D variantında. Çünki baxın, sanki əlimizi buraxsaq bu aşacaq. Bunun bir potensial enerjisi var. Aşmağa müsaitdirsə, onda buna deyirik dayanıqsız hal. Dördüncü sualda yenə dayanıqsız olanı axtarırıq. Buna da D variantı uyğun gəlir. Çünki baxın, o da aşmaq üçün elə bir hazır durub. Dördüncü sualda FD bizə nəyi verirdi? Qüvvə momentini. C variantı. Qüvvə momenti də FD-ni verir. Sonra 7-ci sualda deməli qüvvəni bizə 1 verib, qüvvənin qolunu da 4 verib, qüvvə momentini soruşur. Qüvvə momenti də burada 40 olanı götürürük. Bu çevirmələri, riyazi hesablamaları özünüz eləyərsiniz. Zaman etkisi olmasın. 8-də qüvvəni 2, qüvvə qolunu da yenə də 2 veribsə vuracağıq. 4 olan D variantını götürürük. 9-cu sualda qüvvə qolunu deməli santimetrlə olanda 0,4 metr verib, qüvvəni də 500 verib. Neyinirik? Qüvvə momentini tapmaq üçün 0,4-ü 500-ə vururuq. Bu da bizə 2 verir D variantını. Sonra 10-cu suala baxırıq. 120 Newton qüvvənin momenti 60 olarsa qolunu hesablayın. Neyinirik? 60-ı bölürük 120-yə. Bu da bizə 2-də 1 və ya 0,5 verdiyi üçün onu da santimetrlə veriblər. O da eləyir 50 santimetr. 11-ci suala baxırıq. F1 qüvvəsinin 0 nöqtəsinə nəzərən qolunu müəyyən edin. F1-in baxın, F1-dən bir düz xətt çəkirik və onu 0-la elə birləşdirmək lazımdır ki, baxın perpendikulyar düşsün. Gördünüz? 90 dərəcə bucaq altında. Məsələn, bunu götürsək, aynen onu gördünüz. Burada 90 dərəcə ilə düşməyib. Bura müəyyən bir dərəcə ilə düşüb. Ona görə C onu götürürük. Bu da hansıdır? OCD variantı. 12-yə baxırıq. 12-də artıq F2-nin qolunu müəyyən eləməliyik. F2-dən bir xətt çəkirik. Baxın, aradakı yenə perpendikulyar bir düz xətt çəkirik. Bu da OD olur. Bu da B variantı. Gəlirik 13-cü suala. Bu qolları təyin edəndə dediyim kimi nəyə fikir veririk? Perpendikulyar düşəni axtarırıq. Baxın, məsələn, burada müəyyən bir bucaq altında düşüb. Görürsünüz bunlar hamısı. Ancaq yeganə A odur ki, burada 90 dərəcəlik düşüb. Ona görə də qol olaraq A onu götürür və ya da O A-nı götürürük. 14-də baxırıq. Qapının dəstəyi fırlanma oxundan 70 sm məsafədə qoyulmuşdur. Qapı qüvvə momentinin təsiri ilə açılırsa, deməli qüvvəni necə tapırıq? Qüvvə momentini bölürük qola. Qüvvə momentini bizə nə verib? 2,8. Qüvvənin qolunu da 70 sm verib və biz onu metrə çevirəndə 0,7 eləyəcək. Bunu da vergülləri sürüşdürsək 28/7-dən bu da bizə 4 verəcək. Sonra 15-ci sual. Modulca bərabər qüvvələrdən hansının O nöqtəsinə nəzərən qüvvə momenti 0-a bərabərdir? 0-a bərabər olmaq üçün nə etməlidir? O-nun üzərindən keçməlidir. Baxın, hansı onun üzərindən keçir? F2. Ona görə də F2-də qüvvə momenti 0-a bərabər olacaq. Sonra 16-ya baxırıq. Modulca bərabər və bir müstəvi üzərində yerləşən qüvvələrin hansı? Yenə də qüvvə momentinin ən böyük olduğunu. Baxın, ən böyüyü soruşursa biz nə edəcəyik? Bayaq dediyimiz kimi perpendikulyar düşəni götürəcəyik. İndi gözləyin. Burada perpendikulyar baxın. F1 nə edir? 90 dərəcədə düşür. Ona görə də ən böyük elə F1-in özünü götürürük. Sonra 17-də qüvvə momentini qüvvəyə böləndə bizə nəyə verəcək? Qüvvənin qolunu, A variantını. 18-ə baxırıq. 18-də bu şərtlərdə nə edirsiniz? Deməli, biz götürürük tərs asılı olduğu üçün demək nə cür götürək yadımızda qalsın. Bax, elə eləyək ki,
Məsələn, yuxarıda sürətdə biri 1 olanda digəri 2 olmalıdır, fərqli olmalıdır bir-biri ilə. Həmçinin məxrəcdə də biri 2 olanda biri 1 olmalıdır. Məsələn, kvadratik olanları heç götürə bilmərik deyək ki. Burada isə B variantında, baxın yuxarıda sürətdə hər ikisində 1 var. Yəni onu götürə bilmərik. Ona görə də biz götürürük Y variantını. Baxın çarpaz vuranda eyni olmalıdır çarpazlar. Sonra 19-a baxırıq. Qüvvə momentinin vahidini. Əvvəlcə gəlin qüvvə momenti nəyə bərabərdir? F D-yə. F nədir? F-in vahidi Newtondur. D-nin vahidi metr. Newton vurulsun metr olan Y variantı. Yenə də Newton vurulsun metr nəyi verir bizə? Qüvvə momentini verir. Lingə təsir edən qüvvənin təsir xətti ilə lingin dayaq nöqtəsi arasındakı ən qısa məsafə nəyə adlanır? Qüvvənin qolu. 22-ci sualda mexanikanın bütün mexanizmlərə tətbiq olunan qızıl qaydası hansıdır? Qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə bir o qədər itiririk. Yəni işdə qazanc olmur. Bu da hansına uyğun gəlir? Qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə bir o qədər itiririk. C variantı. Burada belə də görə bilərsiniz. İşdə qazanc olmur. O cür də görə bilərsiniz variantlarda. Deməli, baxırıq növbəti suala. Qüvvənin modulu ilə qolunun hasilinə qüvvə momentidir. Da buna neçənci səfər rast gəldik? 24-ə baxırıq, asıllıq verib. Qüvvə momenti bərabərdir FD-dən. Qüvvənin momenti F-dən də, D-dən də düz asılıdır. Ona görə 24-də B-ni götürürük, 25-də də C-ni götürürük düz asılı olduğu üçün. Sonra baxaq indi. Burada şərtə əsasən, baxın F1, F2-ni, gəlin elə F2-dən başlayaq. Baxın F2-nin sağ tərəfində yer yoxdur artıq. Sol tərəfdə yer varsa, bunu baxın gəlib bu cür fırladım da. Gördünüz, saat əqrəbinin əksi istiqamətində olacaq. Həmçinin F3. Baxın artıq solda yoxdur, sağ tərəfə. Yəni dayaq sağında olduğu üçün sağ tərəfə fırlanacaq. Bu da saat əqrəbinin əksi oldu. Sonra F1 saat əqrəb istiqamətində oldu, dayağa tərəf. Bu oxları dayağa tərəf fırladın. Bax F4 də dayaq hansı tərəfdədir? Bu tərəfdə. Bu tərəfə fırladanda onda belə çıxır ki, F1 ilə F4-ü bir qruplaşdırırıq, 3 ilə 2-ni də bir qruplaşdırırıq. 3 ilə 2-nin baxaq görək, 3 ilə 2-nin 1, 1 ilə 4-ün də 1 olduğu C variantı. Yenə də 27-də F-in qolunu soruşur bizdən. Şəkil müstəvisinə qolu hansıdır? Perpendikulyar olanı götürəcəyik. Baxın. 90 dərəcə ilə düşəni. CO və ya OC fərqi yoxdur. 28-ə baxırıq. İndi 28-də biz əvvəlcə bu cismin ağırlığını tapırıq. 200 vurulsun 10-dan mg-dən olacaq 2000. Baxın, bu tip sualları bir üzünün nə qədər qüvvə lazımdır ki, bunu şaquli vəziyyətə gətirək. Onsuz da bu tip sualların bəsit formalarını verirlər dim səviyyəsində. Ona görə elə verilən qüvvəni, ağırlıq qüvvəsini 2-yə bölsəz cavabı tapa bilirsiniz. Bu da D variantı eləyir. Sonra belə də götürə bilərsiniz. Qoy bunu izah kimi də göstərim. Məsələn, deyək ki, bir dənə kub var. Və bu cismin ağırlığını hardan götürürük? Tən ortadan aşağıda götürürdük. Ağırlıq nə idi? mg idi. İndi bunu çevirmək üçün, baxın, bir üzündən tutub çevirmək üçün nə qədər F qüvvə lazımdır? Şərti yazanda nə edirik? mg-ni, yəni ağırlıq qüvvəsinin qolu nə qədərdir? Baxın, buradan bura. Məsələn, ümumilikdə bu kubun uzunluğunu bir x götürəndə, x-in tən yarısı, yəni 0,5 götürəcəyik. mg-ni vururuq 0,5-ə. Qol nədir? 0,5-dir. Bərabər edirik. F-i bu səfər. F-i isə vururuq ümumi uzunluğa. Baxın, artıq F-in uzunluğu buradan aşağıya doğru başlayır. Yəni, ümumi x-in özünə, yəni 1-ə vururuq. Burada görürsünüzmü? Yəni, F-i tapmaq üçün mg-nin tən yarısını. Baxırsınız, deməli, mg-nin tən yarısı bizə F verəcək. 29-a baxın. F qüvvə 20 Newtondursa, tarazlıqda qalırsa və F 20 Newtondursa çubuğun kütləsini. İlk öncə çubuğun kütləsini hardan götürürük? Tən ortadan. Çünki bu bir cins çubuqdur. Deməli, ağırlıq mərkəzini tən ortadan götürürük. Buradan tən ortadan götürəndə mg-ni. mg.
J də 10-dursa 10m yaza bilərik bura. İndi baxın, buradan deməli məsafəyə gəlin baxaq. Ümumilikdə çubuğun uzunluğu nə qədərdir? Baxıram ki, çubuğun uzunluğu 2 buradan, bir də buradan 3 metrdir. Yəni biz 1/5 düşəcək bu tərəfə. Baxın, sağa da sola da 1/5 düşəcək. Tən yarısı. Tən yarıdan başlayırıq axı. İndi gəlin şərtimizi yazaq. Bax bu ev sağ tərəfindir, 10m-dir sol tərəfindir. F-in şərti yazıram. F vurulsun. F-in qolu, dayaqdan qolu nə qədərdir? Baxın 1 metr. F-i 1-ə vururam, bərabər eləyirəm. MJ-nin də yerinə 10m yazıram. 10m vurulsun 10m-in qolu nə qədərdir? Baxın, ümumilikdə 1/5-dir də məsafə, düzdürmü? Yarı məsafə. İndi onun biri bura qaldısa, arada nə qaldı? 0/5. 10m-i də vururam 0,5-ə. F-in də yerinə mənə 20 veribdir. Yəni buranı silib 20 yaza bilərik. 20 bərabərdir. Onu da vurduq 0,5-ə, elədi 5m. Buradan m-i tapmaq üçün 5-i bölmə kimi atsaq cavab 4 edəcək. A variantı. 30-a baxırıq. Baxın. Çəkisi 100 Newtona bər. Yenə də baxın business kubdan söhbət gedir. Çəkisi 100-dürsə, çəkinin tən yarısını götürürük 50. Bayaq da səbəbini dedim niyə. 31-ə baxırıq. A dayağı üzərində olan biznes F qüvvəsinin təsiri tarazlıqdadır. Qüvvənin çubuğa təsir edən ağırlıq qüvvəsinin nisbətini tapın. Birinci biz buradan ağırlıq qüvvəsini tapmalıyıq ki, sonradan nisbəti tapa bilək. Ağırlıq qüvvəsini və F-i. Baxın, ağırlıq qüvvəsi yenə də harda olur? Tən ortadan. Yəni burada 8 damadısa, 8 bölgüdürsə, 4-dən tən ortadan bir dənə F ağırlıq yazıram bura. Ağırlıq. İndi gəlin şərti yazaq. F ağırlıq sağ tərəfdədir, bu birisi F də sol tərəfdədir. F-in qolu nə qədərdir? Bax, sol tərəfdə qolu dayağa qədər 3 bölgüdür. Onda yazıram 3F bərabərdir. F ağırlığın qolu nədir? Dayaqdan 1-dir. Onda elə yazıram 1 vurulsun F ağırlıq, yəni F ağırlığın özü. Düzdür? İndi bizə deyir ki, F qüvvəsini F ağırlığa nisbəti. F ağırlığa nisbəti deyirsə, onda F qüvvəsini bölürəm F ağırlığa. Bunu bölmək kimi atıram. 3-ü də bu tərəfə bölmək kimi atanda bu da eləyir 3-də 1. Y variantı. 32-yə baxırıq. Təxminən 32-də də sualın tipi eynidir. Baxaq. Deməli, A dayağı üzərində yenə də bu qüvvənin çubuğa təsir edən ağırlıq qüvvəsinə yenə nisbətini soruşur. Gəlin ağırlıq qüvvəsini yenə tən ortadan 3 bölgüdən yazaq. F ağırlıq. İndi şərtə görə ağırlığın qolu 2 dalmadır. Yazıram 2F ağırlıq. Bərabərdir. Bax, bu F-in dayaqdan qolu isə görürsünüz 2, 4, 5 dalmadır. Onda 5F. Buradan yenə də F-in F ağırlığa nisbəti dediyi üçün F ağırlığı bu tərəfə bölmə kimi atıram. 5-i də bu tərəfə bölmə kimi atıram. Bu da eləyir 2/5, yəni 0,4. A variantı. Tamam eləyək. 33-cü suala baxırıq. 33-cü sualda deməli qüvvədə biz qazancı necə tapırdıq? Əgər məsafə ilə veribsə, böyük qolu kiçik qola bölürdük. Böyük qol bilmirik nə qədərdir. İndi böyük qolu kiçik qola böləndə qüvvədə 2 dəfə qazanc verməlidir. Yəni x-i 1-ə böləndə bizə 2 verməlidir. X bölünsün 1 bərabər olmalıdır 2. X-in yerinə nə yaza bilərik? 2-nin özünü, yəni 2 metr. Sonra növbəti suala baxırıq. 34-cü suala. 34-cü sualda baxırıq ki, ümumi neçə dəfə qüvvədə qazanc verdiyini soruşur. Baxın, ümumi uzunluq 6-dır. Görürsünüz, ikisi bura qaldısa, bura nə düşdü? 6-dan 2-sini çıxdım, 4 qaldı burada da. Qüvvədə qazancı necə tapırdıq? Böyük qolu kiçik qola bölürdük. Yəni 4-ü 2-yə bölürük, qüvvədə 2 dəfə qazanc vermiş olur. 35-ə baxırıq. Çəkisi nəzərə alınmır. Bu səfər çəki ilə işimiz yoxdur. Bizdən F qüvvəsini soruşur. İndi 2-nin ağırlığı nədir? MJ-dən 20-dir. 20-nin qolu nədir? Dayağa qədər 3 vurulsun 20 bərabər edirik F-i, F vurulsun F-in qolu. F-in dayaqdan qolu nədir? Baxın, buradan bura qədər 2, 4, 6. F-i də 6-ya vururuq. Vəssalam, buradan F-i tapmaq üçün 6-nı bölmə kimi atırıq. Bu da bizə verir, deməli 3, 2, 10. 10 da Y variantından. Növbəti sualda
Növbəti sualda baxıram ki, bizdən artıq M-i soruşur bizdən. Baxın, 20-nin qolu nədir? Dayağa qədər olan 2, 4, 6. 6-nı vururam 20-yə. Yerə çaq buradan. 6-nı vururam 20-yə. Bərabər edirəm. MJ-nin qolu nədir? 3-dür. 3. J-nin yerində 10 var. 10M. 3 vurulsun 10M. Buradan ixtisarlarımızı aparsaq, deməli, 3-ü də bölmə kimi, bu da eləyəcək M bərabər olacaq 4-ə. 37-yə baxaq. İndi sıfır nöqtəsi ətrafında eyni qüvvələrdirsə, bu cisim necə hərəkət edər? Baxın, qüvvələr eynidir. Qüvvə momenti necə tapırdıq? Qüvvəni vururduq qüvvənin qoluna. Madam ki, qüvvələr eynidir, onda qola görə baxacağıq. Hansı tərəfdə qol daha böyükdürsə, o tərəfə hərəkət edəcək. Məsələn, mərkəzi buradan götürsək dayağı. Buradan bura qədər F1-in qolu, F2-nin qolu nədir? 4 damı. F1-in qolu isə 3 damıdır. Onda böyük olanı, yəni bu neçədir? F2. F2 tərəfə baxın, aşağıya doğru hərəkət edəcək. Bu da nədir? Saat əqrəbinin əksi istiqamətində. Saat əqrəbinin əksi. Hərəkətinin əksi D variantı. İndi 38-də də eyni tipli sualdır. Qüvvələr eynidirsə, sadəcə baxırıq nəyə? Qüvvənin qoluna. F2-nin qolu 2-dir, F1-in qolu 3-dürsə, deməli F1 istiqamətində hərəkət edəcək. Baxıram ki, F1-ə dayaq buradadırsa, F1-i dayağı nəzərən fırlayanda görürsüz, saat əqrəbi istiqamətində olacaq. Saat əqrəbinin hərəkəti istiqaməti B variantı. Davam edək. 39-a. Qüvvənin, deməli, baxın, indi burada bir qüvvə var. Bax, bu dayaqdır. Dayaq olaraq O nöqtəsini götürmüşük biz, bu heç. İndi bax, bu F-in 2 dənə proyeksiyası var. Bir dənəsi sinus proyeksiyasıdır. Bir dənə də kosinus proyeksiyasıdır. Baxın, hansı idi sinus, hansı kosinus? Bax, bu şaqili olan sinusu idi. Bircə dəqiqə, göy rəng çəkdiyim üfüqi olanda kosinus idi, düzdürmü? İndi baxıram ki, kosinus proyeksiyası birbaşa sıfırdan keçir, görürsünüz? O mərkəzdən keçir. Ona görə bu sıfırlanır. Yerdə qalır sinus proyeksiyası. Onda qüvvə momenti necə yazıram? Yazıram F sinus alfa vurulsun uzunluğa, yəni qola. F sinus alfa vurulsun L. Aha, F-in özünü yazmayıblar heç nə. B variantı. Sinus alfanı elə vurublar. 9-a baxırıq. 40-a. Yenə də baxın, burada kosinus birbaşa sıfırdan keçəcək o mərkəzindən. Ona görə F sinus alfanı götürəcəyik. Müəyyən olunur. Demək ki, F sinus vurulsun L. Y variantını. 41-ə baxırıq. 41-də lingin A nöqtəsi 0 dayaq nöqtəsinə nəzərən hərəkət edirsə, deməli A nöqtəsi hansı tərəfə hərəkət edir ona baxırıq. Gəlin əvvəlcə momentlərimizi yazaq. 3-ü vururam aradakı məsafəyə. Məsələn 1/5-ə, düzdür? Gəlin bir yer açaq burada. 3-ü vururam qola. Yəni 1/5-ə bərabər edirəm. İndi keçirəm sol tərəfə. 2-ni vururam 1/5-ə. Baxın, məsafələr onsuz eynidir. Heç vurmağa ehtiyac yoxdur. Məsafə eynidirsə, deməli hansı qüvvə böyükdürsə, elə həmin tərəfə hərəkət edəcək. Baxın indi sağ tərəfdəki F2 böyük olduğu üçün, bax bu A nöqtəsi neyniyəcək? Aşağıya doğru hərəkət edəcək. Bax bu A nöqtəsi aşağı düşəcək. B variantını götürürük. Sonra 42-də isə 42-də yenə A nöqtəsini götürürük. Baxın indi şərti gəlin yazaq 42-də. Sağ tərəfi yazıram. Qüvvə 3-dür, qüvvə qolu 1-dir. 3 vurulsun 1-dən 3 bərabərdir. Sol tərəfdə də hər ikisi 2-dir. 2 vurulsun 2-dən 4-dür. Hansı tərəf böyük oldu? Sol tərəf böyük oldu. Onda deməli sol tərəf aşağı düşəcəksə, baxın aşağı düşürsə, onda A neyniyir? Yuxarıya doğru qalxır. A-nı yuxarı qaldırırıq. 43-ə baxırıq. F qüvvəsinin hansı nöqtələrə nəzərən momentlərinin modulları eynidir. Yəni onda nə edirik? Elə bir məsafə götürməliyik ki, hər iki tərəfdən eyni məsafə olsun. Məsələn, 2-ni götürsək 1 bölgü. Sağdan da 1 bölgü götürsək orada rəqəm yoxdur. Ona görə 2-ni götürə bilmirik. Ancaq baxın, 1-i götürə bilərik. 1-dən F-ə qədər 2 damladır, 3-dən də F-ə qədər 2 damladır. Onda 1 və 3-ü rahat şəkildə götürə bilərik. 44-ə baxırıq. 44-də də yenə eyni qayda ilə baxıram ki,
Baxın 3 ilə 4 elə eyni məsafədə. Hər ikisində 1 bölgüdür. Ona görə 3 ilə 4-ü götürə bilərik. 45-ə baxırıq. Çəkisi nəzərə alınmayan çubuqda qüvvələr tətbiq olunmuşdur. Çubuğun tarazlıqda qalması üçün fırlanma oxu hansı nöqtədən keçməlidir? Baxın, indi gəlin qüvvələri qeyd edək burada. Bax, F2-yə bizə verib 120, F1-i bizə verib 40. Baxıram ki, qüvvələr 120-ni 40-a böləndə nə düşür? 3 düşür. Deməli, qüvvədə 3 dəfə qazanc verir. Əgər qüvvələr 3 dəfə fərqlidirsə, nisbəti 3-ə bərabərdirsə, deməli məsafənin də nisbəti 3-ə bərabər olmalıdır. Və biz məsafəni harda yerləşdirməliyik? Böyük qola yaxın yerləşdirməliyik ki, kiçik qoldan uzaqda olsun. Onda bax, məsələn, təxminən 4-dən ataq, yoxlayaq. İndi 3-ün 1-ə nisbətində olmalıdır. Baxın, böyük qüvvənin qolu 1 damadır. Ancaq kiçik qüvvənin qolu 3 damadır. 1, 2, 3. Görürsüz, elə şərtimizə uydu elə 4-də yerləşdirəndə elə şərtimizə uydu, 4-də oldu. Yəni, əgər qüvvələr 3-ün 1-ə nisbətindədirsə, deməli, aradakı məsafə də 3-ün 1-ə nisbətində olmalıdır və böyük qüvvənin yanında olmalıdır. Böyük qüvvənin qolu kiçik olmalıdır. 46-ya baxırıq. 46-da M uzunluğu çəkimi afıcığını saxlanılır. İpdəki gərilmə qüvvəsini hesablamaq üçün hansı kəmiyyətlərdən istifadə etmək lazımdır? İndi nə edirik? İpdəki gərilmə qüvvəsini tapmaq üçün, bax, bu çubuğun tən ortadan bir dənə ağırlığı var, mg-si var. mg. Və bu mg-nin sinus-kosinus proyeksiyası var da, məlum məsələdir. Bu mg-nin biz sadəcə olaraq baxacağıq nəyə? Bu hər ikisi üçün kosinus proyeksiyasına baxacağıq. Onda yazıram ki, bu mg-nin qolu nədir? Yarıdır da, yəni 0.5-dir. mg-ni vururam, mg kosinus alfanı vururam 0.5-ə. Bərabər eləyirəm, deməli, t gərilmə vurulsun kosinus alfaya. T gərilmə, çünki t gərilmənin qolu ümumi 1-dir. Vurulsun 1, o da vurulsun kos alfa. Baxın, kos alfa hər ikisində ixtisar oldu, getdi. Kos alfa ilə işimiz yoxdur. Onda mg vurulsun 0.5 bərabər eləməlidir t gərilməyə. Düzdürmü? Burada J onsuz da stabildir. J ilə işimiz yoxdur. J hər zaman üçün eyni verəcəklər də qiyməti. Bizcə yeganə biz buradan M-i tapsaq, yəni kütləni tapsaq, t gərilməni də tapa bilərik. Vəssalam. Yəni burada alfa bucağının artıq əhəmiyyəti qalmır. Niyə? Çünki hər ikisində onsuz da kos alfa ixtisar olur, gedir. Uzunluğun da əhəmiyyəti qalmır. 2-nin 1-ə nisbətində götürürük. Yəni uzunluq nə olursa olsun, onsuz 2-nin 1-ə götürəcəyik. Yəni təkcə 1-in olduğu hansıdır? A variantı. 47-yə baxırıq. 47-də nə edirik deməli? Biz deyir ki, bu yükü hansı nöqtədən asmalıyıq ki, bizcə dəqiqə 12 kiloqramlıq bir yükümüz var. Hansı nöqtədən assaq, çubuq tarazlıqda qalar. Gəlin əvvəlcə sağ tərəfə baxaq. Sağ tərəfdə, baxın, 16. 16-nın qolu nədir? O mg də deyə bilərik, j-yə də vura bilərik. Onsuz da j-lər ixtisar olacaq deyə elə 16-nı özünə götürə bilərsiniz. 16-nın qolu nədir? Baxın, 3. 3 vurulsun 16. Bərabər eləyirik. İndi 12-nin qoluna baxırıq. 12-ni bu tərəfdən, çünki bilmirik də hardan asacağıq. 12x yazırıq. İndi burada x-i tapmaq üçün 12-ni bölmə kimi ata bilərəm. İxtisar oldum, 4 qaldı. O da elə 4. Cavab elədi 4. Yəni dayaqdan 4 bölgü. 1, 2, 3, 4. Bu da gəlir C variantının üzərində düşür. İndi qüvvənin modulunu 20%, qolunu 2 dəfə artıranda qüvvə momenti necə dəyişəcək? Əvvəlcə gəlin qüvvə momenti qüvvənin qolundan da, qüvvənin özündən də düz asılıdır. Bu belə. İndi qüvvə 20% artırsa, yəni olur 1,2 dəfə artır, qol isə 2 dəfə artır. 1,2 bu artdı, 2 də bu artdı. Hər ikisi ilə də düz asılı olduğu üçün bu 2-ni vururam 1,2-yə, o da eləyir 2,4 dəfə artar. A variantı. Növbəti sualda qüvvənin modulunu 2 dəfə, qolunu 20% artıranda yenə də fərqi yoxdur. 2-ni vuracam 1,2-yə, bu da 2,4 dəfə artmış olacaq. Burada əgər bir linkdə 2 dənə ip varsa, onda bunları biz tapmaq üçün nə edirik? Əvvəlcə gəlin çubuğun çəkisini yazaq. Çubuğun çəkisini hardan yazırıq? Tən ortadan. Bax buradan çubuğun çəkisinə bir dənə P yazırıq.
Sonra indi bu T gərilmələri tapmaq üçün bir-bir işləyəcəyik. Deməli, məsələn, T1-i tapmaq üçün dayağı gətirirəm, yerləşdirirəm T2-nin aşağısında. T2 sıradan çıxdı. Onda indi gəlin şərti yazaq. P-nin qolu nə qədərdir? Aşağıya doğrudur. 2 damla. Yazıram 2P bərabərdir. T1-in qolu nə qədərdir? Dayaqdan 3. 3 dənə T1. Buradan T1-i tapmaq üçün 3-ü bölmə kimi atıram. T1 bərabər olur 2 bölü 3P. Bax, bu bizim T1-in qiymətidir. İndi gəlin T2-nin qiymətini tapaq. T2-nin qiymətini tapmaq üçün artıq bu səfər T2-ni tapdığımız üçün dayağı gətirib T1-də yerləşdiririk bu səfər. İndi nə edirik? Növbəti şərti yazırıq. Buradan P-nin qolu oldu 1 damla. 1P bərabər olur. T2-nin qolu olur 3. 3 dənə T2. Buradan da T2-ni tapmaq üçün 3-ü bölmə kimi atsaq, T2 bərabər olacaq P bölünsün 3-ə. İndi bizə deyir ki, T1-i T2-yə böl deyir. İndi T1-i biz nə tapmışıq? Baxın, qoy rəngləri dəyişim. T1-i 2P böl 3 tapmışıq. 2P bölünsün 3. İndi onu bu deməli ifadəyə böləcəyik. Böləndə də nə edirdik? Tərs çevirirdik. P aşağı düşürdü, 3 yuxarı qalxırdı. 3-lər ixtisar oldu, P-lər ixtisar oldu, yerdə 2 qaldı. 51-ci suala baxırıq. Deməli, 2 dənə bərabər hissədən ibarət kürələr polad və alüminiumdan hazırlanmışdır. Üfüqi səthdə yerləşdirilmiş kürələr hansı növ tarazlıqdadır? Baxın, deməli nə edirik? Tarazlığı tapmaq üçün dayanıqlıdırmı, yoxsa dayanıqsızdırmı? Onu tapmaq üçün dayanıqlı, bax bu tən yarı var ha. Əgər ağırlıq mərkəzi tən yarıdan aşağıda yerləşirsə, bu dayanıqlı tarazlıq olacaq. Tən yarıdan yuxarıda yerləşirsə, bu dayanıqsız tarazlıq olacaq. İndi gəlin baxaq. Deməli, ağırlıq mərkəzində baxın indi, hansının sıxlığı daha ağırdır? Poladın sıxlığı alüminiumdan ağırdır. Deməli, ağırlıq mərkəzi yarıdan yuxarıda yerləşəcək. Onda bu dayanıqsız olacaq. Bu dayanıqsız oldu. Keçirik bu tərəfə. Burada isə yarıdan aşağıda olduğu üçün dayanıqlı tarazlıq oldu. Bir dayanıqsız, iki dayanıqlı. Dayanıqsız, dayanıqlı. 51 olacaq dayanıqsız. Bu da dayanıqlı. A variantı. Davam edirik. 52-yə baxırıq. Eyni materialdan olan kürələr şəkildəki kimi tarazlıqdadır. Birinci kürənin kütləsi 1 kiloqram olarsa, ipdə yanan təyyarəmə qüvvəsini hesablayın. İndi gəlin burada nədən istifadə edəcəyik? Biraz zamanımız gedəcək burada. Niyə? Çünki baxın, biz yadınızdadırmı? M bərabər idi rho V-dən. V-nin də yerinə 4 bölünsün 3 pi R-in kubunu yaza bilirdik. Bax, bu ifadə yəqin yadınızdadır. Burada kütlə radiusla necə asılı idi? 3-cü dərəcədən düz asılı idi. Düzdürmü? İndi, bax, buradakı radiusun bir radiusa görə kütləni mənə M1-i, birinci kürənin kütləsini 1 kiloqram verib. Düzdür? Buradakı kürənin kütləsi 1 kiloqramdırsa, bu tərəfdəki kürənin radiusu 2 dəfə artır. Radiusda da kütlə 3-cü dərəcədən düz asılı olduğu üçün, onda kütlə 2 üstü 3 dəfə artacaq. 2 üstü 3 də bizə nəyi verir? 8 verir. Yəni, kütlə 8 dəfə artacaq. Əgər burada kütlə 1-dirsə, sağ tərəfdə kütlə olacaq 8 kiloqram. Bax, bunu yazdıq, qeyd elədik. Davam eləyək indi. Kütlələri yazdıq. Sonra nə edirik? Şərtə əsasən. Baxın, bu deməli burada nə var? Ümumi uzunluq L-dir. L-in yarısı bura düşürsə, burada da ümumi uzunluqdur. Deməli, gəlin şərtimizi yazaq. Bax, yuxarıya doğru, bax bu T gərilmə nə edir? Saat əqrəbinin əksi istiqamətində olur. Bir də R1 saat əqrəbinin əksi istiqamətindədir. Ancaq R2 saat əqrəbidir. Deməli, T gərilmə ilə R1-i 1 götürəcəyik. R2-ni isə 1 götürəcəyik. Gəlin yazaq. T gərilmənin qolu nə qədərdir? Baxın, buradan dayağa qədər. 0,5 L böl 2. T gərilməni vururam L böl 2-yə. Və yaxud da 0,5 yazaq elə. Üzərinə gəlirəm. İndi burada R2-nin kütləsini mənə R1-in kütləsini mənə nə vermişdi? 1 vermişdi. Biri də MJ-dən 10 olacaq. Burada olacaq, sol tərəfdə olacaq 10 Newton. Kütləni 1 verib deyə 10 Newton. Sağ tərəfdə də olacaq 80 Newton. Davam eləyək. 10 Newtonun qolu nə qədərdir? Baxın, buradan dayağa qədər 1 eldir. Onda 10-u vururam 1-ə, elə 10 eləyir.
Bərabər edirəm indi sağ tərəfə. Sağ tərəfin qüvvəsi 80-dir, qolu nədir? 1-dir. Yəni elə 1-ə vuranda onsuz 1 qalacaq. Bu şərtə əsasən t-ni tapa bilərik. Necə? Onu bu tərəfə çıxma kimi atanda 0,5 t bərabər olur 70-ə. T-ni də tapmaq üçün 0,5-i bu tərəfə bölmə kimi atıram. Deməli, buradan da vergüllər sürüşəndə bircə dəqiqə %20, 20 hardasa 140. Cavab eləyəcək C variantı. 53-ə baxırıq. 53-də bizdən nəyi soruşur? T gərilməni soruşur bizdən. Əvvəlcə T gərilməni necə tapırıq? Yuxarıya gedən qüvvələr, yəni bax bu T gərilmə bərabər olacaq aşağıdakı bütün qüvvələrin cəminə. Biz də T gərilməni tapa bilmək üçün bax bu sağ tərəfdəki qüvvəni də tapmalıyıq ki, T gərilməni tapa bilək. İndi gəlin şərtə əsasən yazaq. Bax bu P-nin 10 Newtonun qolu nə qədərdir? Dayaqdan 3. Onu vururam 3-ə, bərabər edirəm. İndi sağ tərəfdəki, bax bu x-in qolu nə qədərdir? 1. O da bərabər olur x-a. Buradan x-i nə tapdıq? 30 tapdıq. Onda aşağıya doğru bu x-in yerinə 30 yazsaq, baxın 30 burada var, 10 da burada var. Topladıq elədi 40. Yəni T gərilmə bərabər olacaq 40-ın özünə. Davam eləyək. İndi gəlirik növbəti suala. Bu neçədir? 54-cü sualdır. Burada yenə də T gərilməni tapmaq üçün bax buranı tapmalıyıq. Gəlin yenə şərti yazaq. Şərt elə eynidir. T gərilmə qüvvəsinin modulunu hesablayın. Elə eynidir də şərt. Yox, burada 4-dür. Aha, bircə dəqiqə. Onun qolu, onu vururam. Aradakı məsafə qolu 4 damladır. 4-ə. X-i də vururam 1-ə. Onda x bərabər olur 40-a. Və T gərilməni də tapa bilmək üçün aşağıdakı qüvvələr nədir? 40 və 10. Bunları toplayıram, bu da bizə 50 verir. Növbəti sualda. İndi burada nə edirik? Fırlada bilən 12 kiloqram kütləli cisim. 12 kiloqram kütləli cismin ağırlığını nə edirik? Tən ortadan götürürük. 12-ni də mg-si olacaq 120. İndi gəlin şərtimizi yazaq. Burada bir T gərilmə yazaq əvvəlcə. Aha. Deməli, T gərilmənin qolu nədir? 1-dir. Onda yazıram 1 T gərilmə bərabərdir. 120-nin qolu nədir? 0,5. 0,5 vurulsun 120. Buradan T gərilməni nə tapıram? T gərilmə bərabərdir 60-a. İndi bax bu T gərilmə buradakı qüvvə həm də elə KX yayın deməli elastik güc qüvvəsinə bərabər olacaq. Yəni 60 da bərabərdir KX-a. Buradan x-i mənə 2 santim verib, onu da unutmayın, çevirmək lazımdır. 2-ni də çevirəndə olacaq %2. Onda biraz buranı açın. Onda 60 bərabərdir. K-nı olduğu kimi saxlayıram. X-in yerinə 0,2 yazıram. Və salam. K-nı da tapmaq üçün 0,2-ni bu tərəfə bölmə kimi ata bilərik. Deməli... Bu da hardasa 3 verəcək bizdə vergülü sürüşdürürük. Savab 3 eləyəcək burada da. Aha, sonuncu sualdır ki, əla. Sonuncu suala gəldik. Uyğunluğu müəyyən eləyirik. Tarazlıqda olan və çəkisi nəzərə alınmayan qüvvədə neçə dəfə? Qüvvədə qazancı necə tapırdıq? Böyük qolu bölürdük kiçik qola. Baxın, indi birincidə böyük qol hansıdır? Bax, böyük qol birinci, məsələn, F1-in qolu 3-dür, bunun qolu 1-dir. 3-ü də 1-ə böləndə qüvvədə 3 dəfə qazanc verəcək. Keçirik ikinciyə. İkincidə böyük qol F-in qolu 4-dür, M-in qolu 2-dir. Dayağa nəzərən hesablayırıq qolları. 4-ü də 2-yə böləndə cavab 2 elədi. 3-də qüvvənin qolu 4-dür, M-in qolu 1-dir. 4-ü də 1-ə böləndə cavab 4 eləyəcək. 3 dəfə, 2 dəfə, 4 dəfə. Da bunu özünüz düzərsiniz.